Doktor, çox mütaliəli adamsınız. Dünya ədəbiyyatı, poeziyası ilə də maraqlanırsınız. Bir çox insanlar deyir ki, Maupassant'ın, Dostoyevskinin və Bulgakovun romanları, Dalinin, Goyanın rəsmləri destruktivdir. Başqa sözlə, dahilərin bir çoxu, kobud desək, dəlidir. Bu dəlilik əsərlər vasitəsilə oxuculara, izləyicilərə təsir edirmi? Bilirsiniz, biz çox gözəl bilirik ki, Dostoyevski, onda 2 dənə böyük bir psixoloji problem var idi. Birinci o qumarbaz idi. İkinci onda o epilepsiya xəstəsi idi. Onda özdə epilepsiya yüngül formada yox, orta və ya ağır deyə olar formasında. O öz əsərlərində yaşadığı psixoloji və psixiatrik halları çox gözəl yazıb. Gedem Maupassant biz bilirik ki, o psixiatriya xəstəxanasında beynin sifilisindən ölüb. O da axırı ruhi xəstə səviyyəsində ölüb. Onda müasir sözlə desək, ona deyirdilər seksual manyak. Salvador Dali'nin öz avtobiografiyasını oxudum. Çox gözəl bir məqam orada o qeyd etdi. O deyirdi ki, bəs mən bilmirdim necə eləyim ki, cəmaət məni görsün. Cəmaət mənə baxsın. Və məktəbdə buna nail olmaq üçün özünü pilləkəndən atdı aşağı. İntihar məqsədi ilə yox, diqqət cəlb etmək məqsədi ilə. Salvador Dali əvvəl portretlər çəkirdi, tanınmış adam portretlərini qəşəng çəkirdi, yaxşı pul qazanırdı. Əvvəl o, bayaq dediyim kimi, qazandı ad, var dövlət, sonra ona görə o sağlığında qazandı şan şöhrət. O öz həyat yoldaşı Qala, Rus xanımı vardı, həyat yoldaşı. O ondan, yalan deyərəm, bir neçə 10 dəfə evlənib. Hər dəfə hansı bir ölkəyə gedirdi, o ölkənin adət ənənəsi ilə o Qala ilə evlənirdi, toy eləyirdi. Və bir zaman görəndə ki, axırda ona qarşı olan diqqət enir aşağı, o öz həyat yoldaşını çılpaq çəkib və cəmaata göstərdi. Və bununla yenə də diqqət mərkəzinə düşdü. O bacarırdı həmişə cəmiyyəti tonusda saxlamaq özünə qarşı.